Bəzən görürsən ki, müsəlmanların bir qismi vaxtlarını zay edirlər. Yəni bu da yaxşı şey deyil. İnsan vaxtından səmərəli istifadə etməlidir, çalışmalıdır. Nə qədər ömrü varsa, ondan səmərəli istifadə etsin. Çünki qul ömründən soruşulacaqdır. Necə ki, demişlər ki, vaxt insan üçün həyatdır. Vaxt deyir sənin sərmayəndir. Hər bir müsəlman vaxtının qədrini, qiymətini bilməlidir. Əgər sən vaxtın qiymətini bilmək istəyirsənsə, o zaman deyir, qayıt Allahın kitabına. Allah Teala öz mübarək kitabında vaxtın qiymətini uca tutmaq üçün bir neçə ayələrdə tək-tək Allah and içir vaxta. Və bu zamanın nə qədər əhəmiyyətli olmasını göstərir. Nə qədər qiymətli olmasını göstərir. Ona görə də deyir ki, zaman sənin həyatındır. Vaxt deyir sənin həyatındır. Və həmçinin zaman sənin ömründür. Sən də o günlərdən ibarətsən. O zamandan, o vaxtdan ibarətsən. O günlərdən biri ötüb keçdikcə sənin bir parçan gedir. Fikir verirsiniz? Yəni insan günlərdən ibarətdir. İnsandan, yəni zamandan bir gün keçdikcə deyir ki, sənin bir parçan gedir. Və yaxud da ki, hər dəfə zaman ötüb keçdikcə sənin bu həyatda olan mövcudluğun yox olmağa yaxınlaşır. Baxın cümləyə. Varlığın yoxluğa yaxınlaşır. Sən bu həyatda mövcudsan, varsan, zaman ötüb keçdikcə artıq sən yox olmağa yaxınlaşırsan. Yəni dünyadan köçməyə yaxınlaşırsan.